Salam əziz həmvətənlərim. Yəni üzülərək qeyd edirəm ki, bizim bu müraciətlərimiz ancaq negativ hallarda olur. Yəni bir müsbət xəbər olmur ki, biz buradan çıxaq, təşəkkür eləyək parlamentə, nazirlərə, Nazirlər Kabinetinə, Maliyyə Nazirinə, Sosial Müdafiə Nazirinə. Ancaq biz burada tənqidi işlərlə, ancaq xalqın ziyanına, xalqın cibinə, xalqın yaşayışına negativ, mənfi təsir eləyəcək hadisələrlə bağlı məcbur oluruq danışmağa. Bu dəfə müraciətim yeni talançı, soyğunçu vergilərlə bağlıdır. Bilirsiniz, 2026-cı ilin büdcə layihəsi parlamentə təqdim olunub və orada ancaq xalqı, vətəndaşı, müəllimi, həkimi, tələbəni, fəhləni, kəndini yükləmək üçün, cibinə girmək üçün yeni qanun layihələri kəşf ediblər, icad ediblər. Necədir? Burada məsələn əvvəllər bildiyiniz kimi insanları maaşından gəlir vergisi tutulmurdu və artıq dedilər ki, yox, insanlarımız daha yaxşı yaşayır, daha gəlirləri artıb və gəlir vergisini artırdılar. Yəni orta hesabla əgər 500 manat alırsınızsa 20 manat əlavə ödəyəcəksiniz, 1000 manat alırsa 40 manat ödəyəcəksiniz, 2000 manat alırsa 80 manat əlavə indiyə qədər olan vergilər, yəni ki, üstə gəlməzsə deyim, deməli, DSNF, icbari tibbi sığorta, işsizlikdən vergi və üstə gəldə əlavə gəlir vergisi. Mən başa düşə bilmirəm. Bu 1000 manat qazanan, 500 manat, 600 manat qazanan o maaşın harası gəlirdi? Minimum yaşayış haqqı, real yaşayış Azərbaycanda neçədir, xəbəriniz var? Yəni siz gəlin gəlir vergisi o binaları tikənlərdən, milyon qazananlardan, insanların neftini milyardlarla dollar ora-bura sovranlardan, Ramiz Mehdiyevlərdən, Əhmədzadələrdən tutun da bu müəllimdən, həkimdən, tələbədən, fəhlədən, kəndlidən, mühəndisdən, bunlardan nə vergi tutacaqsınız? Hansı gəlir vergisi? Minimum haqqı 400 manat olan ölkədə hansı gəlirdən söhbət gedə bilər? Mən burada deputatlara müraciət edirəm. Qarşınıza gələn hər sənədə okey, hə düyməsi basmayın. Bir sorğu eləyin, sual eləyin. Deyin, cənab nazir, bunu fəhlə, kəndli, müəllim, həkim, nə bilim, mühəndis nə ilə ödəyəcək? Nə ilə yaşayacaq? Necə yaşayacaq? Qabağınıza sənəd gəlib, o vergi, bu vergi, o artım, bu artım, amma bir qəpik minimum haqqı qalxmır. 1 manat belə qalxmır. Yəni baxın, əlavə vergi bu hələ tam deyil. Yəni gəlir maaşdan başqa da hörmətli bizim Maliyyə Nazirliyində oturan və yaxud indi bu işlərlə məşğul olan nazirlərimiz oturub fikirləşiblər ki, necə eləyək ki, xalqdan daha çox yığaq, daha çox qazanaq. Təbii bildiyiniz avtomobillər var idi, yetim üsürün üzü gülürdü. O Çinin hesabına təzə model avtomobillər ala bilirdik. Olmaz, qətiyyən. Orada əlavə dəyər vergisini əlavə eləyək. Artıq hibrid avtomobillərin qiyməti də 20% artdı. Yəni dünənə qədər, məsəl üçün deyirəm, 15 minə alacağınız avtomobili indi 17-18 minə alacaqsınız. Niyə? Dövlətə vergi verməlisən. Sən kimsən təzə maşın sürürsən? Get köhnə Prius sür, köhnə 06 sür, 07 sür. Yəni bundan da yenə gözləri doymayıb təzə icadlar çıxardıblar. Mobil telefonlar, yəni bunların yaralı yeridir mobil telefonlar. Əlavə bildiyiniz kimi biz mobil telefon alıb işlətdiyimizə görə dövlətə hər telefona görə, hər işlətdiyimiz telefona görə 50 manat onsuz da bir dəfəlik vergi veririk. Üstə gəl, əgər sən il ərzində özün ikinci telefon gətirərsənsə, ona görə də əlavə 100 manat aksiz vergisi verəcəksən. Allah razı olsun. Bu da gözlərini doydurmayıb, baxıblar sağa sola, neyə, hardan tapaq? Hə, bu deyil, bu bəzi ailələr bir evə yığışır, ikinci evi kirə verir və yaxud da biri Rusiyada, orada, burada işləyib gəlib 2 dənə ev alıb onu kirəyə verib 600-700 manat. 10%-də kirəyə evləri verən adamlar neynəyəcək? Vergi verəcək. Yaxşı, sual verirəm, o kiraya verən adamlar o vergini hardan alacaq? Adi vətəndaşdan, tələbədən deyəcək, qardaş, mən dünənə qədər 500 manat verirdim, indi 10% vergi istəyirlər məndən, 550 manat verəcəksən. Yenə kimə təsir edəcək? Yenə bizə, yetimə, yüsrə, hamı, yəni bu hansı varı gedib kirədə qalır, hansı varı gedib evini kiraya? Niyə evlərə qoyursunuz? Niyə məsələn o bahalı şəhərin mərkəzinə 40 minlik, 50 minlik, 60 minlik obyektləri o qanunsuz olaraq verənlərdən vergi yığmırsınız? O da o gün Mehdiyevin kürəkəni kira pullarını yığdığı yerdə şəkli çıxmışdı. Gedin alın da ala bilirsinizsə. Bu da yetməyib, neyniyək? Dövlətin vətəndaşa verdiyindən qısaq. İşləməyənlərin adam yerinə qoymuruq, icbari tibbi sığortadan çıxardırıq. Rəssam, sən işləmirsənsə, onsuz da deyir o boşanmışı itdə qapdı, atalar sözü var. Onsuz da bu işsiz, gücsüz, yazıq adam idi. Biraz da icbari tibbi sığortasını da kəsək, qoy yıxılsın, xəstələndə ölsün. Niyə? Pulun yoxdur, dövlətə vergi vermirsə, adam deyilsən. Yəni bu siyasətin adı bilirsiniz nədir? Bu siyasətin adı
pulun qədər insansan, pulun qədər vətəndaşsan. Qardaş, bu dövlət bizimdir, nefti bizimdir, qazı bizimdir, qızılı bizimdir, misi bizimdir, hər şey bizimdir. Nətər olur bu gündə tutduğunuz hər bir balaca məmuru tutursunuz, seyfindən 20 milyon çıxır. Xatırlayırsa Goranboyun Nəmharan maarif müdürünü tutmuşdu, seyfindən 2 milyon pul çıxmışdı. Nəbi icra başçısını tutursunuz, padvalından qızıllar çıxır. Adnan Əhmədzadəni tutursunuz, milyardlarla yeyinti. Ramiz Mehdiyev milyonlarla, milyardlarla yeyinti. Arkadaş, böyle yetim sürü yükləmək üçündür. Hamısında dövlətdən, dünyadan misal gətirirlər. Dünya praktikasında bu vergi var. Dünyada bu vergi, Amerikada var, Avropada var. Onda sizə sual verirəm. Yaxşı, o büdcədə 1 manat minimum əmək haqqını niyə qaldırmırsınız? Baxın, hələ sizin dediyiniz inflasiyaya görə 2025-ci ildə 5,7%, 6% inflasiya var. Yəni dünənə qədər 1 manat aldığımızı 1 manat 6 qəpiyə almışıq. Heç olmasa bunu identifikasiya eləyin də, yəni ki, o inflasiya qədər artırın da ki, biz keçən ilki kimi yaşayaq. Minimum əmək haqqının 1 qəpikdə qaldırmırsan, faiz, inflasiya faizi biz bilirik ki, minimum 20%'dir. 5-6% inflasiya yoxdur. Gedin çörəyin, yağın, suyun, qəndin, nə bilim, toz şəkərin qiymətinə baxın. Hamımız gündə marketlərə giririk, çıxırıq. Ən azı 20-25% inflasiya var. Qoydum 20-25%. Heç olmasa bu inflasiyanı ödəyin insanlara. Mən rifat normal ölkələrdə ildə 4 dəfə inflasiyaya görə ödəniş edirlər. Türkiyədə 2 dəfə 6 aydan bir, bizdə 2 ildən bir minnətlə inflasiyanın pulunu indeksasiya eləyirlər, hələ onda minnətlə qoyurlar ki, minimum əmək haqqını qaldırmışıq. Mən buradan həmin o hörmətli soyğunçu büdcəni, soyğunçu kasıbı daha da kasablandıran, varını daha da varlandıracaq büdcə layihəsini hazırlayan hörmətli Maliyyə Nazirliyimizin işçilərinə, əməkdaşlarına dünya praktikasından nümunələr hazırlamışam. Bəlkə yadlarından çıxıb. Mən sizə deyim, saqqal vergisi yadınızdan çıxıb, saqqal saxlayandan da vergi alın. Bilirsiniz, Rusiyada var idi, Böyük Pyotr. Papaq vergisi Britaniyada da var. Başına papaq qoyun, hamıdan vergi alın. Üstə gəl, ölülər vergisi. Bəli, kimin ölüsü varsa vergi versin. Ölüb vergi ver. Evləndin vergi ver. Nişanlandın vergi ver. Bula xeyr ola. Sonra Romada, baxın, tarixdə nümunə göstərirəmsə, qədim Romada bahalı yemək içmək vergisi var idi. Kimin evində ət varsa vergi alın ondan da. Qoyun ödəsin. Üstə gəl, pəncərə qapı vergisi. Güneş, pəncərədən güneş girir evə, hava girir. Niye ondan vergi almırsınız? Ondan da alın. Qoyun kimin evində nə qədər pəncərə qapı varsa vergi versin. Yəni bu nə yanaşmadır, bu nə kafadır, bu nə düşüncədir, bu nə tərzdir. Yəni valla mən söz tapmıram deməyə. Yeganə çıxışım odur ki, 125 millət vəkili var. Buradan olan vicdanına səslənirəm. Geri qaytarın bu sənədləri. Qoyun o nazirlər də hazır. Siz bilirsiniz nə qədər insanların narazılığına səbəb olacaq, əhalinin narazılığına səbəb olacaq. Elə əşi insanlar küçəyə çıxmır, mitinqə çıxmır, söz demir, elə yüklə. Bunun bir partlayan vaxtı olacaq axı. Yəni mən hələ bir rəqəm dedilər mənə. Baxın, bu qədər vergiləri artırırlar. Niyə artırırlar? Mən sizə deyim, dövlət müəssisələrinin bir illik rabitə və nəqliyyat xərcləri 521 milyon manat imiş. 520, yarım milyard pul bu adamlar maşınlarına və benzinlərinə və telefon danışıqlarına pul xərcləyirlər bir ildə. Elə qısmaq istəyirsinizsə ondan qısın da. Yəni bilmirəm mən nə deyim, buradan yenə deyirəm. Parlamentdə təmsil olunan 11 partiya, 125 millət vəkilinə müraciət edirəm. Bu sənədləri, bu kağız-kübuzları bu formada qəbul eləməyin. İnsanlara xidmət edin. İnsanların etirazını bildirin. Ayda 2 dəfə gedirsiniz görüşə o seçicilərlə. Görün o seçiciləriniz bu vergilərdən, bu təkliflərdən razıdırlarmı? Yəni bizim başqa yolumuz yoxdur zaten. AK Parti olaraq parlamentdə təmsil olsa bu sözü orada deyərdi. Amma təəssüf ki, yəni biz AK Parti olaraq bu vergilərin, soyğunçu vergilərin qətəleyinəyi, xalqı düşünməyən belə bir büdcə layihəsinin qətəleyinəyi və parlamentə təklif edirik ki, bunu elə oradan da geri qaytarsınlar. Təşəkkür edirəm, minnətdarım.